Salam əziz dostlar. Bugün mövzumuz Şərqdə ilk dünyəvi qızlar məktəbindən xatirələrlə bağlı olan mətnimizdir. Keçən mövzumuzda biz Şərqdə ilk qadın məktəbi bu mövzuda dərslərimizi keçdik, müəyyən məlumatlar əldə etdik. Bu günləri həmin məlumatlarla eyni zamanda bugünkü mətnimizdəki xatirələrlə onları uyğunlaşdıracaqsınız və məqsədimiz odur ki, siz uyğunlaşdırdığınız, müqayisə etdiyiniz bu mətndə əlavə məlumatlar hesabına daha dəqiq faktları müəyyən edib, onun əsasında öz araşdırmalarınızı davam edəsiniz. Eyni zamanda topladığınız məlumatlar əsasında mətnimizin digər mətnlərdən fərqini də müəyyən edəsiniz. Diqqət edək. Deməli, birinci tapşırığımız Tağıyevin Qızlar Məktəbinin məzunlarının və o dövrün adamlarının xatirələrini oxumaqdan ibarət olacaq. Uşaqlar, əvvəlcə biz məqsədlərimizdən biri də mətndəki şəkillərlə, mətnin müəyyən bir hissələri ilə mətndəki əlaqələri möhkəmləndirməkdir. Diqqətlə baxın şəkilə. Burada verilən şəkil diqqət çəkir. Deməli, burada xatirələrlə bağlı məlumatlar da var. Bəs xatirə nədir? Qlosari bölməsinə baxaq. Müəllifin şahidi olduğu yaxud iştirak etdiyi hadisələr haqqında yazısı xatirə adlanır. Xatirə qeyri-bədii mətnlərdə fikri əsaslandırmaq üçün xatirələrdən daha çox istifadə olunur. Gəlin diqqət edək birinci xatirəyə. Deməli, bu məzun Səfərov tərəfindən yazılan xatirədir. Mən bu məktəbə 1911-ci ildə qəbul olunmuşam. Yaxşı yadımdadır ki, mən bu məktəbə təyin olunduğum vaxt məni Bakıya oxumağa göndərdiyinə görə anamı lənətləyirdilər. Həmin vaxtlar bu məktəb Azərbaycanlı qadınlar üçün ilk və yeganə maarif ocağı idi. Ona görə də hesab etmək olar ki, ilk Azərbaycanlı ziyalı qadınlar məhz bu məktəbin şagirdləri olmuşdur. Artıq bilirsiniz ki, söhbət hansı məktəbdən gedir. Digər xatirədə isə uşaqlar, deməli, məzun Gövhər Usubova aiddir bu da. Mən Hacının vəsaiti hesabına oxuyurdum. Mənim kimi pulsuz oxuyan qızların sayı çox idi. Hətta böyük bacım da bu məktəbdə pulsuz təhsil alırdı. O vaxt yaşım az olsa da rəfiqələrimin öz ailə vəziyyətləri haqqında söhbətlərindən aydın olurdu ki, məktəbə ən kasıb ailələrin uşaqları qəbul olunubdur. Və biz bu mətn, burada xatirələrdən yazılan uşaqlar, məlumatları əvvəlki oxuduğumuz mətnlə müqayisə edəcəyik. Növbəti xatirəyə diqqət etsək görərik ki, bu isə həkim Şəhrabanu Şabanova aid xatirələrdəndir. Şagirdlərin gündəlik yükü hərəsi 50 dəqiqə olmaqla 5 dərsdən ibarət idi. Asudə vaxtını və dərs saatlarının nizamına ciddi riayət olunurdu. Məktəbin həyətində oynayırdıq, dərslərə hazırlaşırdıq. Məktəbin bütün binası kimi həyəti də çox səliqəli saxlanılırdı. Ümumi təmizliklə yanaşı şagirdlərin fərdi gigiyenasına da çox diqqət yetirilirdi. Növbətidə isə uşaqlar, biz görürük ki, bu da məzun Həşimova aid bir xatirələrdir. Biz indi bu faktları da yadda saxlamalıyıq, diqqətlə qulaq asın. Deməli, burada deyilir ki, məktəbimizin zəngin kitabxanası vardı. Burada xarici şair və yazıçıların əsərləri toplanmışdı. Kitabxanamızda digər elmi vəsaitlər, heyvanların şəkilləri, müxtəlif coğrafi, zooloji və anatomik atlaslar, müqavva və quşlar da vardı. Bunların hamısı Hacının səyləri nəticəsində toplanmış və onun iştirakı ilə əldə olunmuşdu. Hacı tez-tez məktəbə gələr və nəsihətlərlə bizə deyərdi, oxuyun qızlarım, xalqa savadlı analar gərəkdir. Bax, bu da əziz uşaqlar, məzunların dilindən yazılan xatirələrdir. Bəs siz də eyni zamanda bu xatirələr əsasında özünüzün həyatda baş verən, məktəbinizdə baş verən hadisələri qeyd edə bilərsiniz. Deməli, həm bu mətninizdə müzakirə etməyi, digər mətnlərlə bunu müqayisə etməyi, eyni zamanda xatirə yazmağı formalaşdıracaqsınız. Burada isə, əziz şagirdlər, bizim bu xatirəmiz isə xalq artisti Sidqi Ruhullaya məxsusdur. O deyirdi,
Hacı ruhaniləri öz yanına dəvət etdi və qız məktəbini açmaq niyyətini bildirdi. Ruhanilər bunu kəskin narazılıqla qarşıladılar. Hətta hacının evini yandırmağa cəhd edənlər də oldu. Bundan sonra hacı Molla Mirzə Məhəmməd oğlunu öz yanına çağırdı. Ona böyük miqdarda pul verib müsəlman ruhani başçılarının yanına göndərdi ki, onlar qadınların elm öyrənməsinə icazə verildiyini təsdiqləsinlər. Hacı təkrarən ruhaniləri öz yanına dəvət etdi. Bütün molla və axundlara nüfuzlu din xadimlərinin yazılı razılığı olan zərfləri göstərdi. Sonra hacı cəmaatı Təzəpir məscidinə yığdı və onların qarşısında çıxış etdi. O açdırdığı qız məktəbinə öz övladlarını göndərməyi xalqdan xahiş etdi. Əziz şagirdlər, bax bu xatirələr əsasında gəlin tapşırıqlarımıza keçid edək. Tapşırıq: hansı faktlar savadlı qadın, savadlı millət mətnindəki məlumatları təsdiq edirdi? O mətnlə bu mətni biz müqayisə edəcəyik. Deməli, mətndə göstərilir ki, 20-ci əsrin əvvəllərinə qədər Azərbaycanda qızlar məktəbə getmirdilər. Müsəlman cəmiyyətində belə bir fikir var idi: qadınların təhsil alması İslam dininə ziddir. Məzun Səfərova da xatirələrində yazırdı ki, o dövrdə mən məktəbə yazılanda anamı lənətləyirdilər. Bir neçə dəqiqə öncə mən bu xatirəni oxuyanda siz diqqət etdiniz. Daha sonra isə mətndə göstərilirdi ki, Tağıyev maddi imkanı olmayan şagirdlərin təhsil haqqını özü ödəyirmiş. Deməli, məzun Gövhər Usubova da öz xatirələrində bu barədə yazırdı. Deməli, biz müqayisə etdikdə bunlar üst-üstə düşür. O deyirdi, mənim kimi pulsuz oxuyan qızların sayı çox idi. Hətta böyük bacım da bu məktəbdə pulsuz oxuyurdu. Növbəti müqayisədə və faktda isə deyilir ki, mətndə göstərilir ki, Tağıyev ruhaniləri razı salmaq üçün Şərqin din mərkəzinə nümayəndələr göndərir, tanınmış din xadimlərindən məktublar gətizdirirdi. Bu məlumatı xalq artisti Sidqi Ruhullah öz xatirələrində təsdiq etmiş və yazmışdı. Deməli, hacı ruhaniləri öz yanına dəvət edib molla və axundlara nüfuzlu din xadimlərinin məktublarını göstərdi. Cəmaatı Təzəpir məscidinə yığıb açdırdığı qız məktəbinə öz övladlarını göndərməyi xahiş etdi. Artıq biz mətnimizlə, digər mətndəki bugünkü xatirələrlə bağlı olan hissəni digər mətnlə müqayisə etdikdə biz faktları müəyyən etdik. Uşaqlar, növbətidə isə xatirələrdəki məlumatlardan çıxış edərək mətnə hansı yeni fikirlər əlavə etmək olar? Mən bu işdə sizə biraz kömək edəcəm, digərlərini isə siz özünüz müəyyən edəcəksiniz. Deməli, həkim Şəhrabanu Şabanova və Məzun Həşimovanın xatirələrində əks olunan faktları mətnə əlavə etmək olar. Bir neçəsini mən əlavə etmişdim, digərləri də siz əlavə edəcəksiniz və əlavə araşdırmalar da edib əlavələr edə bilərsiniz. Bununla da bugünkü mövzumuz sona çatır. Sağ olun, ev tapşırıqlarında görüşənə qədər.